Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən heyva mürəbbəsinin bişirilməsini sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlıdırsa, kanalıma keçid edib, videomu sona qədər izləyib, abunə olub bəyənməyi unutmayın. Bağdan heyvaları yığıb, 3-4 dəfə təmiz axar suyun içərisində yudum. Yuduqdan sonra içərisinin tumunu təmizləyib, üzündəki olan qara ləkələr də təmizləyib, kətə kəsən bıçaqla küt-küt doğradım. Kənarda bir ləyən soyuq su qoydum və doğradıqca həmin suyun içərisində qoydum ki, qızarmasın. Mən tərtəmiz yuyub doğradıqdan sonra 6 kiloqram heyva oldu. 3 litr su töküb, ocağın üzərində qoyub heyvalar bişirməyə başladım. Heyvalar biraz yumşalandan sonra 6 kiloqram şəkər tozunu da əlavə etdim. Şəkər tozu da öz şirəsini buraxandan sonra artıq mürəbbəmiz hazır oldu. Göz haqqınızı halal edin, Allaha əmanət olun. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.